Salam, xoş gəlmisiniz. Çox sağ olun, Allah razı olsun. Həsənağa Qəmbərov 29 avqust 1949-cu ildə anadan olub. Azərbaycan Tibb Universitetinin məzunu, tibb elmləri namizədi, dosent, tanınmış revmatoloqdur. Peşə fəaliyyətinə hərbi həkim kimi başlayıb. Onun elmi işi revmatizm və revmatoid artrit xəstələrinin ürək fəaliyyətinə dərmanların təsiri ilə bağlı olub. Uzun illər pedaqoji və elmi fəaliyyət göstərən Həsənağa Qəmbərov 70-dən çox elmi əsərin, bir dərs vəsaitinin və 2 ixtiranın müəllifidir. O həm də bir çox beynəlxalq konfransların iştirakçısı olub. Hazırda Bialab Tibb Mərkəzində baş həkim kimi fəaliyyətini davam etdirir. Doktor, hər kəsə siz soruşursunuz, mən də sizdən soruşum. Necəsiz? Sağ olun, həkim gərək həmişə yaxşı olsun ki, xəstələrinə də yaxşı qulluq edə bilsin. Yəni, yaxşı deyəndə nə düşünürsünüz ümumiyyətlə? Yaxşı olmaq nə deməkdir? Yaxşı oldu ki, insan gərək həmişə yaxşılıq haqqında fikirləşsin. Çünki insanın bütün həyatı onun düşüncələrindən asılıdır. İnsanın düşüncələri təmiz olsa, gözəl olsa, yaxşı olsa, onun həyatı da ona uyğun olur. Məsələn, mən yaxşı deyəndə onu başa düşürəm ki, sağlamam. Mən yaxşı deyəndə onu başa düşürəm ki, Allaha şükür işim, gücüm var, sevdiyim sənətim var. Mən yaxşı olanda onu başa düşürəm ki, Allaha şükür bugün dolanmağa müəyyən imkanlarımız var. Hər şey sevgi, məhəbbət üstündə qurulub. Deməli, insanı sevənlər varsa, o kimisə sevirsə, Allahını sevirsə, deməli, onun həyatı yaxşıdır və əladır. Çox sağ olun. Doktor, mən dəfələrlə şahidi olmuşam, sizin xəstələrlə söhbətiniz, yəni görmüşəm ki, siz sanki hiss edirsiniz. Yəni, xəstə otağa daxil olur və sizdə o duyma başlayır. Bu, həkimlərin hər birində olmalıdır, yoxsa bu peşəkarlıqdan irəli gəlir, yoxsa siz bu qatı beyninizdə aça bilmirsiniz? Bu nədir belə? Yox, bilirsiniz, həyat necədir? İnsan dünyaya gələndə hələ dünyanı uşaq gözü ilə görür. Tutaq ki, 15 yaşında onu başqa gözlə görür. 25 yaşında tamam başqa gözlə görür. 50 yaşda başqa gözlə görür. Deməli, mən bugün 77 yaşında həyatı başqa gözlə görürəm və insanları da başqa cür görürəm. Tutaq ki, ildən ilə insanın təcrübəsi artır. Mən heç keçən ilki adam da deyiləm. Yəni, hər il insan öyrənir, həm insanları